Bismillahirrahmanirrahim ve bihi nesta'in. Arkadaşlar, bir yeni kitabımız dediğim kimi elhamdülillah çok güzel bir Müslümanların bilmesi gereken mevzu ve bir anlamda sizleri elhamdülillah bu kitabı hem özüme kıskanıram hem de sizlere kıskanıram. Sizlere kıskanıram yani bunu öğrenirsiniz diye kıskanıram bazen. Çünkü həqiqətən paxıllıq eləyirəm. Çünkü ona görə paxıllıq eləyirəm ki, rahatlıqla öz keyfinizdə, öz damağınızda ayağınızı üstə qoyub elm öyrənirsiniz. Yəni heç bir əziyyət, heç bir məşəqqət çəkmədən elm öyrənirsiniz və bu həqiqətən də mənim sizə olan paxıllığım və qısqanclığımdır. Çünkü insanlar bu dini öyrənmək üçün, bu elmi öyrənmək üçün həqiqətən də nədir? Çox-çox əziyyətlər çəkmişlərdir. İnşallah dediğimiz kimi bu kitap yani Hafiz Hakemi'nindir. Muhammed bin Abdülvahhab'ın torunlarından ve kendisi Hicri 1342. yılda yaşayıp 1377. yılda nedir dünyasını da değişmiştir. Allah Subhanahu Teala nedir? Ömür ve ihsan bizlere nasip eləsin. Ve kitap Ehl-i Sünnet'in yani etikadıdır ve Ehl-i Sünnet'in etiqadının ve Taifetün Mensura'nın kitabın adı İ'lam-ı Sünneti El-Menşura yani kitabın adı budur ki etiqadın kimin halli etiqad Taifetün Naciyetin Mensura yani Taifetün Mensura, Taifetün Naciye Mensura yardım olunmuş tayfanın nedir etiqadı? Çünkü kim yardım etti ona? Allah Subhanahu Teala veya başka bir adından desek 200 sual cevap şeklinde Ehl-i Sünnetin etikadı. Şeyh burada Allah'a hamd edilir. Elhamdülillah ki Allah hamd edir. Ki halakas semavat vel ard yer ve göğü yarattı. Ve ce'aled zulümat ve nur yani geceni ve zulümeti ve nuru yarattı. Thummellezine keferu bi rabbihim ya'dilun huvellezî halakakum min tinin. Bu şekilde böyle duaları devam edir. Ve duaları devam ederek Allah Subhanahu Teala'yı övmektir. Əslində sünnətdir ki, insan Allah'tan danışarkən Allah'ı övməsi, Allah'ı tərif deməsi. Bu Allah Resulü'nün cümə namazlarında da dedi ki, İnnelhamdülillah, nehmeduhu ve nesta'inuhu olan duası kimi ki, Allah'ı övmək, Allah'ı tərif demək gözəldir yəni. Biz də Allah Subhanahu Teala'yı yəni övməliyik. Ki Allah Subhanahu Teala deyir, yəni bu gecəni gündüzü yarattı, insanları yarattı. Lakin insanlar sonra kafirlər Rablərine karşı Rablərindən yüz çevirdiler. Hansı ki o onları torpaqdan yarattı ve onlara kısa bir zaman əcəl ömür verdi. O əcəl ki o əcəlin musamma indehu yani Allah'ın yanında əcəlimiz bəllidir. Yani ölümümüz bəllidir. 60 yaş 75 120 meselesi. Hayırlı olasın. Maşallah. Allah razı olsun. Allah razı olsun. Yani meselesini deyirəm də. Allah Subhanahu Teala kimə Allah razı deyir en hayırlı olan ömür. Eğer ömrün bu şekilde devam edecekse uzansın. Yok bu şekilde eləmeyecekse yok. Anlatabildim? Yani en hayırlı ömür deyir içerisinde salih əməllərlə dolu olan ömürdür yani. Yani eğer ömür içerisinde salih əməllər olacaksa Allah'ın razı kalıp sevdiği şekilde olacaksa da güzel. Ve sonra elhamdülillah Şeyh Allah Subhanahu Teala şehadet edir. Eşhedü en la ilahe illallah vahdehu la şerike le ehadus samed olan duasını o lem yelid ve lem yulad ki bunları bilirsiniz. Ve bu şekilde yine dua edir ve ondan sonra eşhedü şehadet edir ki enne seyyidina nebiyyena Muhammeden abduhu ve resulü Peygamber aleyhissalatü vesselam'ın şehadet edir nebi olmasına, peygamber olmasına, onun Allah'a kul olmasına, onun Resulü olmasına ki Allah onu erselehu bil huda hidayetle gönderdi ve dinil hak li yuzhirahu ala dini kullihi bütün dinlere üstün gelsin diye Allah Subhanahu Teala onu gönderdi ve lev kerihel müşrikun müşrikler istenmeseler de Allah'ın dini yer üzerinde galebe çalsın diye peygamberi gönderdi. Allah'ın selamı ve salatı onun üzerine olsun ve güzel bir ömür geçirdi. Ve Rabbine güzel bir şekilde de nedir bu ömür verdi ve ondan sonra onun sahabesine bu şekilde o yola tabi olanlara Allah'ın da yine de selamı ve salatı olsun. Ve bundan sonra ey Müslüman kardeşim bu değil muhtasar bir risaledir, faydalıdır, çok faydalıdır ve burada dinin birçok meselelerini cəm edilmiştir. Usulü tevhid ki
tevhidin əsasən və yətədəmmənu nəyi özündə cəm eləmişdir? Usulət tevhidi, tevhid elmini özündə cəm etmişdir. Tevhidin usulunu özündə cəm etmişdir. Ki, hansı ki, əlləzi da'at ileyhi ər-rusulu, yəni rusullar bunun üçün gəlmişdir. وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا. Bütün ümmətlərə Rasul göndərdik. Bütün toplumlara Rasullar gəldi. Bütün toplumlara Allahın şəriətini anlatan, Allahın şəriətini yaşayan, Allahın şəriətini insanlara yaşatdıran, Allahın şəriəti ilə insanları mühakimə edən peyğəmbərlər göndərdi. Niyə? Nədir? Onlar Allahın və Rasulunun şəriətinin hökmləri ortaya çıxsın deyə. Ki, tevhid ortaya çıxsın deyə. Və unzilət bihil kutub, yəni kitablar bunun üçün göndərildi. Yəni kitabların göndərilmə səbəbi tevhidin izhar olması. Yəni tevhid elmini bütün din elmlərin əsasıdır. Yəni tevhid elmi bizi cənnətə götürür, bizi cəhənnəmdən uzaqlaşdırır. Yəni bir insanın tevhidi yoxsa, bir kişinin, bir qadının, yəni namazı, zəkatı, orucu ona fayda verməz. Şeyx-i-İslam gözəl bir şəkildə buyurur ki, Allah ona rəhmət etsin, deyir ki, bir insanın üzərinə vacib olan elm tevhid elmidir. Yəni, kiminlə evlənə bilir, kiminlə evlənə bilməz, namazın vaciblərindən, namazın pozan şeylərindən, bozmayan şeylərini öyrənməsindən daha öndə bilməsi gərəkən tevhid elmidir ki, insan o elmə, o bilgiyə sahib olarsa, yəni cəhənnəmdə əbədiyyən qalmaqdan çıxar. Yəni, insan günahkar ola bilər, insan fasik ola bilər, amma müşrik ola bilməz. Müşriklik, şirk qoşmaq insanı əbədən, xalidən finlər, insanı əbədi olaraq cəhənnəmdə saxlayır. Yəni, bir insan Allaha ortaq qoşarsa ibadətində, itaatində, etiqadında, əməlində, sözündə, niyyətində, qəlbində Allaha ortaq qoşarsa, əməlləri boşa gedər. Yəni, Allah subhanahu teala öz peyğəmbərinə belə buyurmuşdu ki, əgər Allaha ortaq qoşarsınsa da, yəni bütün əməllərin boşa gedir. Ləin nəşraqtə, əgər Allaha ortaq qoşarsansa, ey Muhammed. Baxın, Allah subhanahu teala burada şirk edən insanların üzürlü olduğunu görən insanlara açıq bir rəddiyə verir ki, Allah deyir ki, əgər şirk qoşarsınızsa, bütün əməlləriniz boşa gedir. Və Allah Quranda deyir ki, şirki asla bağışlamaz. İnna Allah la yaghfiru an yushraka bi. Allah özünə ortaq qoşmağı asla bağışlamaz. Kim Allah'a ortaq qoşarsa onun gidəcəyi yer cəhənnəmdir deyir. Və sən deyirsən ki, əgər o şirk qoşarsa, onu da bilmirsə şirk olduğunu, şirk həyatı yaşayır, müşrik həyatı yaşayır, gecəsi gündüzü küfürlərlə dolu, şirklə dolu və bir kərə də olsun, bir gün Allaha əlini açıb demə, Allah məni bağışla, məni affet, şirkimdən, küfürümdən sənə tövbə edirəm deyə Allaha dua etmədi. Və bu səbəbdən də lə nəcətə limən bi qeyrihi yedinu. Bax, lə nəcətə limən bi qeyrihi yedinu. Kim bunun xaricində özünə, yəni din edinmişsə, yəni kitabsız, Quransız, rasulsuz, tevhidsiz bir dinə sahibsə, yəni o adamın nəcatı, qurtuluşu ola bilməz. Və yədullu, yəni bu adam azmışdır, yəni bu adam haqq yoldan, haqq mənhəcdən nədir, sapmışdır və bir insan nədir, haqq yolunu heç bir zaman tuta bilməz ki, insanın əgər tevhidində həqiqətən də əksiklik varsa. Buna görə tevhid elmini, yəni bir müsəlman ən gözəl şəkildə öyrənməsi və onunla əməl etməsi lazımdır. Və alimlər deyir ki, insanın tevhid elmindən cahil qalması və tevhid elmindən zəif olması, onun əməllərinin də zəif olması səbəb olacaqdır. Yəni, bir insanın əməllərində zəif olmasının əsas təməli tevhiddə zəif olmasıdır. Əgər tevhid mükəmməl deyilsə, tevhid elmi mükəmməl deyilsə, tevhiddə tavuz varsa, əksikliklər varsa, yəni bir insanın əməllərin mükəmməl olması, yəni mümkün deyildir. Mümkün deyil. Yəni insanın əməllərinin zəif olmasının səbəbi tevhid elminin zəif olmasıdır. Az öncə İmam Macurun kitabında da keçdik ki,
Yani insanın Allah'ı tanımaması sebebiyle insan bu dinde yürüyebilmir. Yani bir insanın dinde zayıf olmasının sebebi Allah'ı tanımamasıdır. Yani bir insan Allah'ı tanımırsa, marifetullahı zayıftirsə, o adam takva sahibi olabilmez. Yani elə bir insan yoktur ki, gelsin desin ki, ben elimsizim ama çok takvalıyım. Yani sen elimsiz necə takva sahibi olabilirsən ki? Ma elm lazımdır, əməl edirəm. Sən elimsiz necə əməl edə bilərsən ki? Bir insan zikir məclislərində eğer doğru, dürüst, səmimi bir şekilde eğer bir insan yani iştirak eləmirsə, bir insan necə imanını artıra bilər? Yani insanın imanının artması elmə bağlıdır. Aleykümselam. Kur'an-ı Kerim'de Allah Subhanahu Teala Taha suresinde Peygamber Aleyhisselatü Vesselam'a bir tane duanı öğretmiş. Kul Rabbi zidni ilme. De ki Rabbim benim ilmimi artır. Alimler de ki Allah Subhanahu ve Teala, bak alimler, Allah Subhanahu ve Teala hiçbir şekilde Peygamber'e demedi ki benim malımı artır, dünyalığımı artır, ömrümü artır. Bunu bol elə, onu bol elə demedi. Dedi ki ya Rabbi dene Rabbul Rabbi zidni ilme. Rabbim benim ilmimi artır. Çünkü yani insan elimli olarsa Allah'ı daha yaxşı tanıyır. Allah Subhanahu Kur'an ki her yestebillezine ya'lemune vellezine la ya'lemun. Hiç bilenlerle bilmeyenler bir olabilir mi? Fezekkir inne zikre tenfa'il mu'minin. Sen hatırlat, hatırlatma müminlere fayda verir. Yani ben burada hatırlatırım, sen evindesin. Sen necə faydalanacaksın ki? Necə faydalanabilirsin? Yani buna göre kardeşler bakın. Elm yani tələbələrinin belə deyim ki, üçün yani zikir məclisləri ve aynı şekilde evde oturup hansısa dərsləri dinləmələri evlərində olsa belə onlar imanlarını, elmlərini artırabilirlər. Çünkü onların işi gücü olur. Ama sıradan bir Müslüman evinde yani zikir meclislerini terk ederek imanı artırması çok nadirdir. Ve bu sebepten de deyik ki, yani tevhid ilmi, tevhid ehl-i sünnetin en önemli meselelerinden bir denedir ki, yani mezhep ehlinin, yani ehl-i sünnetin, necatin, yani necat ehli olmak istiyorsa, yani kurtulmak istiyorsa da taifetun mensura ve fırkatun naciye olman için senin tevhid üzerinde olman şarttır. Yani sen tevhid ehli olmadan sen hiçbir şekilde kurtulabilmezsen ve senin emellerin de sana fayda vermez. Buna göre Peygamber sallallahu aleyhi ve sellemin ashabı nedir? Allah Resulü'nü bu şekilde tanıdılar, imanı tanıdılar, İslam'ı tanıdılar ve bu şekilde Allah'a iman ettiler ve bunun üzerine de değil dünyadan köçtüler ve o sebepten de onlar dünyanın yani 1/3'ünü fethettiler. Yani onlar Allah'ı tanıdıkları için yerlerinde durmadılar. Ve bu sebepten de değil ki Allah mənə de size de bu ilmi çok faydalı eylesin. Yani tevhid ilmi bir Müslümanın hayatında olmazsa olmazı olan bir ilimdir ki bunu her bir Müslüman bilmesi gerekir. Ve Şeyh inşallah ki birinci sualla başlayır, birinci sualı verir ve birinci suala da özü şeyhin cevap verecektir. Yani kitabın usulu bu şekilde olacaktır. Sual ve cevap, sualı verecek, cevabı verecektir ve biz de o cevabın üzerinde ve sualı da açıklayacağız inşallah. Sual birinci budur. Ma evvelu ma yecibu alel ibadi. Sual. Kulun üzerine vacip olan ilk vacip nedir? Şeyh sual verir. Cevap verir. Cevap. Sual verir, cevap vereceğiz. Evvel ma yecibu alel ibadi. Kulların üzerine vacip olan birinci ma'rifetul emri اَلَّذ۪ي خَلَقَهُمُ اللّٰهُ لَهُ وَأَخَذَ عَلَيْهِمُ الْمِيثَاقَ بِهِ وَأَرْسَلَ بِهِ رُسُلَهُ إِلَيْهِمْ وَأَنْزَلَ بِهِ كُتُبَهُ عَلَيْهِمْ. Kulun birinci üzerine vacip olan ki, birinci o marifetullahı, Allah'ı tanımalıdır ki, Allah onu ne için yarattı? Yani sen kimsen sualı? Mənəm, sen kimsen? Yani Allah seni niye yarattı? Mesela sual, mikrofonu uzatırsan. Limâze halakak Allah? Allah seni değil ne için yarattı?
Ve Allah deyir onu yarattı ki ellezî emerahum halakahumullahu lehu, onu yarattı. Ne için? Ve ahada aleyhimul misak, söz aldı onlardan. Ve ersele ileyhim rusulehu, Resullarını gönderdi. Ve kitap gönderdi. Ve li eclihi hulikatü dünya vel ahira. Dünya ve ahiret onun için yarattı. Vel cennetu vel naru ve bihi nedir? Yani bunlar için yaratıldı. Kılınçlar da bunlar için kılından çıktı. Ve bunlar için dost ve düşman da zaten buna göre belli oldu. Yani bir insanın əsl olarak bilmesi, devam edir tabii ki, bilmesi gereken yani odur ki kulun Allah'ı yani yaratma şekli, yaratmasının esas amacı Allah'ın emirlerini yerine getirmesi, kitaplarını bilmesi ve kitaplarını bunun için gönderdiğini bilmesi ve cenneti ve cehennemi o şey için yaratmıştı ki kulun onu bilmesi ve terazinin ve seyfelerin, cennet ehlinin ve cehennem ehlinin bütün hamsının varlığının sebebi Allah'ın kulları yani nedir? Ki o emir ki var o şey için yaratmıştır. Kul birinci onu bilmelidir. İndi göre o nedir demiyorum burada. Hələ tane açılacak. Yani özü sual verəcək, tane açıqlayacaqdır yani. O emir ki ne dedi? Dünya onun için yaratıldı, cennet onun için yaratıldı, cehennem onun için yaratıldı, peygamber o emir için yaratıldı, gönderildi, kitaplar onun için oldu. Yani bütün bu yaratılışta var olanlar, ondan sonra kıyamet günün oluşu, terazinin var oluşu, yani ağır çəkilər, yüngül çəkilər, nurun, zulümətin ve bütün hadiselerin varlığının, şıkvat əhlinin, saadet əhlinin, bütün hamısının sebebi o emre göredir ki, Allah o emir için yaratmıştır. Ve sonra şeyh suala özü belə bir cevap verir ki təkrar. Məzəlikəl əmrüllezî xalaqallah xalqal yecri. O zaman Allah'ın o emri nedir ki bu yaratılmışları onun için yaratmıştır. Yani güzel bir sualı soruştu. Yani birinci olarak yani bizim de yani belə deyim sual soruşanda Allah yani kulun üzerine vacip ettiği şey nedir? Cevap olarak ne diyeceğiz? Cevap olarak diyeceğiz ki Allah bir emir üzerine yaratmıştır ki bir emir için yaratmıştır. O emir ki dünya ve ahiret onun için yaratılmış, kitaplar onun için gönderilmiş, peygamberler onun için göndermiş, kılıçtan kınından onun için çıkmış, gece ve gündüz onun içindir ve cennet ehli, cehennem ehli onun içindir ve saadet ve bedbaxt ehli de hemen bu kelimenin, hemen bu yaratılış sebebine bağlıdır. Ki Allah diye yaratılışları yarattık ve kâle Teala diye ve mâ halaknas semâvâti vel ardı ve mâ beynehumâ lâibîn. Güzel bir cevap. Bu bizim bugün davet ettiğimiz bir insanı qabağına qoyursan, deyirsən kardeş, vatandaş, Allah seni yeri göğü boş boşuna yaratmamıştır deyir. Yani deyir ki Allah sonra cevabı ve mâ halaknas semâvâti vel arda, biz yeri ve göğü ve onların arasındakileri oyun oyuncaq olsun diye yaratmadık. Yani sen ulduza bax şəkil çəkdir, aya bax şəkil çəkdir, güneşe bax şəkil çəkdir. Özün için hayat yaşa, bunun için yaratmadı. مَا خَلَقْنَاهُمَا اِلَّا بِالْحَقِّ Hak şey için yarattık. O da nedir? La ilahe illallah kelimesidir. وَلَكِنَّ اَكْثَرَهُمْ لَا يَعْلَمُونَ Lakin insanların çoxsu bunu bilmirlər. Onların çoxsu bunu bilmirlər. Əksəriyəsi bundan cahildirlər. Yani insanoğlu neden cahildir? Allah onu ne için yaradı? Ve bu sebepten de biz mikrofonu götürüp düşmeliyiz mahalle mahalle, sokak sokak ki kardeş Allah seni ne için yaradı bilirsen mi? Ve bu sebepten de davet etmek vaciptir. Elm almak vaciptir. İnsanlara İslam'ı çattırmak vaciptir. Bu Allah subhanahu teala bize وَلْتَكُمْ مِنْكُمْ اُمَّةٌ يَدْعُونَ اِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ ayeti. Sizden bir toplum olsun ki insanları hayra davet eləsinlər ve onları emr bil ma'ruf ve nahy anil münker eləsinlər ve bu ve ulaike humul muflihun yani kurtulanlar, muhtedun olanlar da mesele bunlardır. Kimler? Yani emr bil ma'ruf edenler ve nahy anil münker edenler. Ki Ebu Bekir radıyallahu anhu ayette ki
sahabe yanlış anladı bir meseleni ki ey iman edenler la yedurrukum men dalla iditadaytum. Ey iman edenler siz eğer hak yolda olduktan sonra azanlar size zarar vermezler. Müminler dediler ki elhamdülillah ben artık hak yoldayım. Evde oturum semişkat isteyeyim. Televizyona bakın. Esas ben doğru yoldayım. Abbaki dedi ki vallahi bu ayeti siz yanlış anladınız. Radiyallahu anh. Dedi niye? İnsan değil hidayeti elde etmesi için yani ki ayette ya eyyühellezine amenu la yedurrukum men dalle iditedeytum. Ey iman edenler. Siz yani hidayete olduktan sonra azanlar size zarar vermez. Deyir ki bir insan hidayette olması için Abbaki radiyallahu anh sözüdür ama benim sözüm değil. Emr bil məruf etmeden, nehyanı münker etmeden necə insanın hidayeti olabilir ki? İnsanın hidayette kalması için emr bil məruf etmesi lazımdır. İnsan İslam'ı anlatması lazım. Yani madem öyle olsaydı Allah Resulü Medine'de sakit oturardı da. Mekke'de oturardı. Hiç Mekke'den yerinden terpenmezdir. Yani biz armut piş bu cümle demişim ağzımıza tuş gözlürük. Mâ la yetimul vacibu illa bihi. Yani vacibi tamamlayan her bir şey vaciptir. Yani mesela üçün desem bir insan dua edir. Allah'ım mənə salih evlatlar nasip eyle. Salih güzel kızım olsun, oğlum olsun, böyüsünler, zürriyetim olsun. Evinde oturup evlat isteyir. Ne deyirsən ona? Kardeş sen subaysan. Ahmak adam. Subay adam Allah'tan evlen, salih evlat istiyorsan git evlen. Evlenmek lazımdır. Aktarmalısan, salih kadın tapmalısan, pul kaçlaməlisən, mehir verməlisən, toy eləməlisən, qurban kəsməlisən. Yani sen bir evladın hayata gelmesi için bir sebeplere başvurmalısan da. Ve sen Allah'ın da senden razı kalıp cennete girmek için Allah subhanahu inna iştera minel mu'minine enfusahum ve amalahum bi enne lahum cennet. Allah müminlerden cenneti mallar karşılığında, canlar karşılığında satın almıştır. Yani sen Allah'a vermeden nice alırsan diyor. Bu kardeşim yani versin. İn tensurullah yansurukum. Sen hiçbir şey verme Allah'a, Allah'tan bir şey gözle. Bunun için yani bu tevhidin yani böyle diyeyim şey yayılması, anlatılması, insanlara davet edilmesi, insanlara bu mikrofonların uzatılması vaciptir. Resulullah sallallahu aleyhi ve sellem kim evinde oturardı. Diğer Ömer iman ile, Abbakir iman ile biraz sadaka zekatını da bana verirsen, oruç tutak, gizlin gedək orada namaz kılaq. Ama hiçbir sıkıntı, əziyyət çəkmiyor ya. Ama bugün kime bir İslam'ı anlatırsan, gel kişi kim İslam'ı yaşa, fitnedir, problemdir, sıkıntıdır, əziyyətdir, məşəqqətdir. Kardeş, iman etme o zaman kardeş. Niye iman ediyorsun işte? Yani sen nice rahat yaşayıp rahat yere gelmezsin ki? Sen o zaman istediğin budur yani. Sen sapık ol. Yani müşriklerin dinine gir. İslam adı altında danışanların dinine gir. Dünyada rahat yaşa. Yani sen değilsen ki bana hiçbir şey olmuyor. Yani sen bütün vacipleri yerine getirilmesi için yani kim seni hazırlayacak? Biz gözlüyoruz ki Müslümanlar olarak uzaydan bir nefer gelecek. Uzaydan. Tamam mı? Uzaydan gözlüyoruz onu. Bu hansı paltarla gelecek onu bilmirik. Uzaydan gelecek. Harici təşkilatlar vasitəsilə gelecektir. Bize bir dünya getirecek. İçerisinde şeriat getirecek. Dünya. Adli bir dünya olacak. Biz gidip o dünyamızda İslam'ı yaşayacağız. Ya böyle bir dünya yoktu kardeş. Ya bu ne müşriklerin, ne zındıkların, ne ateistlerin, ne mateistlerin, yani onların dininde böyle bir şey yoktu ki əziyyət çəkmədən her bir vətanda, her bir din sahibi, etiqad sahibi öz etiqadlarının həyata keçməsi üçün əziyyət çəkirlər. Mesela parti sahibləri, bizim indi Azərbaycanda parti sözləri boş şeydir, yoktur. Bizdə görsənmir, adı var, özü yoktur. Hə. Yani onun heç bir şekilde biz ona göre hiss olunmur yani. Sen Türkiye'de mesela muhalefet diyelim ki, yani ne mənada hiss olunmur? Yani faaliyetleri hiss olunmur. Türkiye'de bakırsan ki adam kapını döydü. Salam aleyküm. Ben falan partiden gelmişim. Bizim şeyimizden, layihemizden tanış olun. Eğer bizi seçersiniz, eğer biz hakimiyete gelersek size su çəkdirəcəyik, bulaq çəkdirəcəyik, pensiyaları artıracaq, yolları çəkdirəcəyik, uşaqlarımıza yaxında bağça açılacaq, məktəb olacaq, maşınların qiyməti düşəcək, vergi düşəcək, şu şöyle olacaq, bu böyle olacaq. Və yaxud ki, qadınların üzü istəyirən boşanandan sonra qadınlara deyək, yəni ərindən boşan, narahat olma, bir sağa baxacaq. Yəni ərindən boşansan bir sağa ayda bu qədər pul verəcək, şu ağı. Yəni adam öz layihələrini ortaya sınıb da, yəni. Yüksek gəzirlər, praşür edirlər, minlərcə, yüzlərcə, tonlarca. Baxırsan ki, yəni qəsəbələrdə nədir? Tırın arxasında
tırın arkasında yekə bir dənə kartonlarla dolu broşuralar var. Adam özlərini üzr istəyirəm, küçə başında dururlar, paylaşırlar, maşınlarla gəzirlər, dolaşırlar, ora gedirlər, rayonlara, köylərə, kəndlərə, insanlara ərzaq, produkt verirlər. Verəndən sonra deyir ki, biz bura falan yerdən gəlmişik, bir kəlmə bizi dinləyin də. Bir dənə bizi dinləyin ki, biz nə danışırıq? Bəs yaxşı, əgər biz dinimizdə səmimi isək, səmimi olaraq, səmimi olaraq müsəlmanlar, yəni nə edə bilirlər? Bugün Allah üçün, yəni biz bu Allahın bir dini üçün, yəni mən özüm üçün, qardaş, özünün üçün çox şey eləyə bilərik. Yəni mən özüm üçün dinimi öyrənirəm, özüm üçün dərsə qulaq asıram, özüm üçün kitab oxuyub başa düşürəm, bəs Allahın dini üçün. Bəs bu dəvəti və bu Allah bunun üçün yaratdı. İnsanları bunun üçün yarattı, kainatı bunun üçün yarattı. Bəs bu necə olacaq? Ki, 3-cü ayətdə deyir ki, Allah subhanətə və xalaqallahu səməvəti vəl-ardı bil-haqqi. Allah subhanətə yeri göğü haqq olaraq yarattı. Hər kəsin, hər bir nəfsin bimə kəsəbət qazandığını Allah subhanətə ona verəcəkdir. Və hum lə yudləmun. Narahat olma, qardaş. Eləmirsən? Elhamdülillah. Allah sana qarşılığını verəcəkdir. Allah sana ahirətdə etdiyin əməllərin qarşılığını verəcəkdir. Fəmən ya'məl miskalə zərrətin xeyran yara və mən ya'məl miskalə zərrətin şərran yara. Xeyr də görmüşənsə zərrə qədər, şər də görmüşənsə zərrə qədər Allah sana qarşılığını verəcəkdir. Və Zariyyət surəsini əzbər bilirsiniz. Və mən xalaqtul cinnə və insə illiyəl ya'budun. Əzbər bildiyiniz, bunu hamı İslam'a girəndə birinci bilir, tevhid kitabının başıdır ki, hamı bunu bilir ki, bəzən insan dəvətdə də bilirsiniz, qardaş, Allah insanı və cinləri və mən xalaqtul cinnə və insə illə, kəşkə bu illəni bilsəydi. İllə liya'budun. Allah deyir, insanı nə üçün yarattı? Pul qazanmaq üçün, şirkət açmaq üçün, ticarət eləmək üçün, 4 dənə zövcə əldə eləmək üçün, 20 dənə uşaq üçün, rayonda bir ev üçün, kətdə bir ev, şəhərdə bir ev, dəniz qırağında bir ev, yay gələndə Fransada, qış gələndə nə bilmən harda, payız gələndə harda iştirak eləmək üçün Allah, yəni sənin, mənim bugünkü yaşam tərzimə görə Allah bizi sadəcə və sadəcə buna görə yarattı. Amma oxuduğumuz ayət deyir ki, yox, mən onun üçün yaratmadım deyir. Oxuduğumuz ayət deyir ki, İllə liya'budun. Mən səni yaratmışam, mənə ibadət elə. İki şey də mənim qəranti altında. Nə? Dünyada ən çox qorxduğun şey, ölüm və rızıq mənim əlimdədir. İşləyirsən sabahdan axşama qədər eşşək kimi işlə, sonunda Allah o madı verəcək, narahat olma. Yəni, Allahın dinindən uzaqlaşmaqla, şəriətdən uzaqlaşmaqla, dindən uzaqlaşmaqla, yəni dərsdən uzaqlaşmaqla, elmdən uzaqlaşmaqla, dəvətdən uzaqlaşmaqla sən heç bir şey qazana bilməyəcəksən. Sənin neysə qazanmağın mümkün deyil. Sən neylərisə elib ömrünü uzada da bilməyəcəksən. Ömrün də artmayacaq. Bu da mümkün deyil. Allah səni bir dənə birinci, sən qulluq vəzifəni yerinə yetir, qardaş. Allah'a qul ol, Allah'a bir abid ol. Ondan sonra geri gəlsin. Sən birinci dünya həyatında Allahın haqqını verirsən, yoxsa yox. Yəni, bəzən deyirik, hamının gözəl bir şey qədər. Zövcənin haqqı var, uşaqların haqqı var, ata haqqı var, ana haqqı var. Gəl, baxaq görək. Allah subhanahu wa ta'ala Quran-ı Kerimdə nə deyir? وَقَدَى رَبُّكَ أَلَّا تَعْبُدُ إِلَّا إِيَّهِ Allah əmr etdi ki, ilk öncə ona ibadət elə, doğru mu? وَبِالْوَالِدَيْنِ إِحْسَانًا Sonra valideynə qarşı yaxşılıq elə, sonra valideynə gözəl müamilə elə, sonra gəlir onlar. وَعْبُدُ اللّٰهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا Allah'a ibadət elə, ona heç bir şey ortaq qoşma. وَبِالْوَالِدَيْنِ إِحْسَانًا Sonra valideynlərdən qarşı yaxşılıq elə. يَا أَيُّهَا الَّذ۪ينَ آمَنُوا لَا تُلْهِكُمْ أَمْوَالُكُمْ وَلَا أَوْلَادُكُمْ عَنْ ذِكْرِ اللّٰهِ İman edənlər, bax ha, malın, evladın, zövcən səni Allah'tan alıp koymasın. Zikirden Allah Kur'an'da değil lan. Ya eyyühellezine amenu. Ey iman edenler. La tulhikum evladukum emvalukum an zikrillah. Zikrin adı gelir. Seni Allah'ı zikretmekten malın, evladın, canın, işin, gücün, dünyan seni alıp koymasın. Kim böyle eləyərsə onlar xusrandadır, zərərdedir.
Bunu diyen kimdir? Bunu diyen senin, benim Rabbimdir. Allah senden bunu bu şekilde istiyor ki. Yani başka bir ayette ya eyyühellezine âmenû inne min ezvâcikum, ey iman edeniz, sizin zevcelerinizden ve evlatlarınızdan düşman olanlar var. Onlar sizi Allah'tan uzaklaştırırlar. Allah'tan korkun. Yavma izin o günkü var. La yenfe malun ve la benun. Ne malın ne evladın sana fayda vermeyecek. Ama canım bizim bugün hayatımızda bizim önceliğimiz dünyamız, özümüz, ailemiz, uşağımız, işimiz, ticaretimiz, maşınımız, bizim önceliğimiz budur. Niye? Zikir meclisleri, elm meclisleri, davet meclisleri bugün en akıncı meclislerdir. Her birimizi yani böyle bu günleri bir masaya yatırsak bütün işlerimizi halledirik. Bütün meselelerimizi çözülür. Bütün insanların suallarına cevap veririk. Evin, uşağın, ailenin, işin, gücün, ticaretin bütün suallarını, ihtiyaçlarını ödüyoruz. En sonda eğer yorulmamışamsa, en sonda eğer rahatamsa, en sonda başım kafam rahatsa, nastreynam yerindeyse, karnım toksa, keyfim, lezzetim yerindeyse, cibimde semişka varsa, pulum param varsa gideceğim derste ayağımı üstüne koyarak bir elimde telefon, bir elimde de çay içe dinleyeceğim. Hoca biraz da ders vaxtını keçəndən sonra da elimi sağda vuracağım ki, hoca biraz gecikmişsən, çok olmadım, yorulduk. Bizim rahatlığımı pozma hoca efendi. Belə tih yaşayırlar, utanmırsınız. Ayıp değil bize. Belə din yaşayırlar. Biraz sahabeye kaydın, bir tabiine kaydın. Bakın görün onlar belə bir din mi yaşayırlar kardeş? Vallahi onlar bizi görse münafık derler. Bizim halba bütün, bak Münafikin suresini tefsir elədik də. İkinci dəfə təkrar bir də başqa cürə təfsir olunur faydalar baxımından. Ki nəyi öyrəndik? Bütün oradakı açıqladığımızı hamımızın iqrar edir, hamısı bizdə var. Biz oxuduq ki, hamısını özümüzdə gördük. Orada nə qədər vasıflar var ise hamısı bizdə var idi. Yani ta başıncı süre İzə cəəkəl Münafiqun surəsindən başından ta sonuna kadar başlayırıq ki, yani baxırsan ki bizim həyatımız, əməlimiz bunlarla doludur. Biz müminler kimdir o zaman? Yani bu dinin kişileri hardadır? وَمِنَ الْمُؤْمِنِينَ رِجَالٌ O kişiler ki var, kişileri biraz ağız dolusu kişi. Biz kişi olmalıyız kardeş. Bu din kişilerin dinidir. O bayaq dedimi, o türmədə bir şey öyrənmişdik. O var başqa aləmdə düzü düz bilib, yaxşı olan, pis olan. Ay hırsızdan yaxşı olan olar. Oğrudan civcirdən, onun bunun evinə girən, onun bunun ailəsinə təcavüz edən, insandan dürüst, yaxşı olan olmaz, doğru mu? Bəs bir müsəlmandan da belə müsəlman, münafiqdə də müsəlman olmur axı. Münafiqcəsinə İslamı yaşayandan da mümin olmur axı, qardaş. Yani bizim önceliğimiz Allah olmadığı sürece ana rəhbər, hədəf, o ortada mərkəzin senin bugün Allah olmalı. Evinden çıxarken ben bugün Rabbimin dini için ayakta kalsın, Rabbimin dinine fayda. Bir insan İslam'ı anlasın, bir insan İslam'ı fəhm etsin. Biz bunu elə bilmirik. Ya biz bir dersin yayılmasını, paylaşılmasını, bir insanı dinlemesini, biz bunu göndərə bilmirik. Bir düyməni basa bilmirik. Biz bunu basa bilmirik ki, biz bunu bassaq, bundan əcir gələcəyini düşünə bilmirik. Ki bir də mən bunu belirlədim, əcir gəldi. Ki Allah Resulü nə deyir? Ey burada olanlar, sahabəyə deyir, kişi. Ola bilər ki, siz burada olanlar mənim dediklərimi daha yaxşı anlayıb, fəhm etməzsiniz. Bunu başqalarına aktarın ki, onlar bəlkə daha yaxşı anlayıb və daha yaxşı əməl edərlər. Yani belki kardeş yeni bir insan, yeni bir elm adamda çıkacak, bir davetçi de çıkacak, elhamdülillah daha hayırlı olacak. Bir Müslüman gelecek, öyle bir insan iman edecek ki, mesela Ömer iman etti ama işkenceyle iman etti. Müslümanlara zulüm etti. Müslümanlar onun zulmuna maruz kaldılar, iman etti. Ama iman edenler ne oldu? Müslümanlar sevindi. Sen de git sevinecek insanları davet elə də. Hamza radiyallahu anh iman etti, Müslümanların keyfi kökəldi. Elə keyfi kökəldi ki, Həbəşistana getdi, xəbər çatdı ki, artıq müşriklər müsəlmanlardan əl çəkibdir. Müsəlmanlar o qədər rahatlaşmışdı ki, geri qayıtdılar, gördülər, yox, hiçbir şey yox, elə olaylar davam edir. Sadəcə olaraq Həmzə radiyallahu anh Ömərlə müsəlman olmasıyla biraz əzab zəifləyibdir. Və yenə də onlar nə edilər? Elhamdülillah geri qayıtdılar, Həbəşistana getdilər. Hicrət elədilər. Niyə hicrət elədilər? Əbu Huzeyfə ilə atasının, Əbu Huzeyfə ilə öz atasının bin Vəlidin danışmasını bir qulaq asaq da, bir oxuyaq kitabları açaq, bir kitablarda görək nə deyir?
Deyir, ey ata, Allah Resulüne ve onun hesabına burada əziyyət olunur. Mən onlara qarşı heç bir şey edə bilmirəm. Ona görə mən burada dura bilmirəm. Mənim gözümün qabağında mənim müsəlman qardaşıma, bacıma, Muhammedimə, Allah Resulüne əziyyət olunur. Mən ona yardım edə bilmərəm və mən öz imanımdan qorxuram. İmanım əlimdən gedəcəyindən qorxuram. Bu gün bizim umurumuzda deyil. Mənim imanım əlimdən geçsin, imanım əlimdə qalsın. Mən yenə deyirəm, qardaş, İnan insan bu dini yaşamaqla Allah'a ibadetin biri de dəvətdir, elindir, zikirdir ki insanı ayakta saxlayır. Bu olmazsa nedir? Bizim ayakta kalmamız çok zordur. Ve sonra şeyh elhamdülillah ki burada ma'nel abdu yani abdın daha doğrusu ma'nel abdi kul nedir, ibadet nedir bunların manasına keçəcəkdir. İnşallah meselemizi burada dediğimiz gibi sözümüze biraz sadık kala bu ders biraz 20-25 dakikadan fazla geçir. Elhamdülillah inşallah bu dini Rabbim bize güzel şekilde okuyup amel etmeyi nasip etsin. Amin. Ve ahir davana elhamdülillahi rabbil alemin. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu.